Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid Ələkbərov Vüqar Telmanoğludur. 16 noyabr 1994-cü ildə Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001-2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində avtomobilin təmiri və servisi üzrə təhsil alıb. Vüqar Ələkbərov 2014-cü ilin iyul ayında Ucar rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin daxili qoşunlarının ən saylı hərbi hissəsində xidmət edib. Hərbi xidməti zamanı fərqləndiyinə görə baş əsgər hərbi rütbəsi aldı. 2017-ci ilin yanvar ayında daxili qoşunların xüsusi təyinatlı dəstəsində xidmətini davam elədi. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə Kiçik Gizir hərbi rütbəsi alaraq iri çaplı pulemyot yarım qrupunun komandiri vəzifəsinə təyin edildi. Azərbaycanın Daxili İşlər Nazirliyinin daxili qoşunlarının giziri olan Vüqar Ələkbərov 2020-ci ilin sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murov dağı istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşdı. Füzuli istiqamətində strateji əhəmiyyətə sahib olan mövqelərin azad edilməsində, o cümlədən Ermənistan ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Oktyabrın 12-sində Füzuli döyüşləri zamanı şəhid olub. Şəhidimiz Ucar rayonunun Qazyan kəndində dəfn olunub. Əziz şəhidimiz Ələkbərov Vüqar Telmanoğlunun ruhu qarşısında baş əyirik. Vətən uğrunda ölən varsa, vətən yaşayacaq. Onların əli ilə qurulan sabaha biz dua ilə borcluyuq.